Bismillahirrahmanirrahim və bihi nasta'in və huve xeyran nasiri və mu'in. Və sallallahu ala Muhammedin və ali Muhammed və əcil faracahum. İslam təqviminə əsasən bu həftə Vəhdət həftəsi adlanır. Uca Rəbbimiz müqəddəs Qur'an-ı Kərimin Ali İmran surəsinin 103-cü ayəsində müsəlmanlara xitabən buyurur ki: "Və a'tasimu bihavlillah cəmi'an və la təfərraqu." Buyurur, ay müminlər, ay müsəlmanlar, hamınız birlikdə Allahın ipindən möhkəm yapışın ki, parçalanmayasınız. Vəhdət həftəsi əziz İslam Peyğəmbərimizin təvəllüdü, dünya gəlişi ilə bağlı olan bir həftə kimi qeyd olunur. Belə ki, Əhl-i Sünnə hədis alimlərinin, hədis və rivayətlərinə əsasən Peyğəmbərimiz Rəbiül Əvvəl ayının 12-si, Şii hədis və rivayətlərinə əsasən Peyğəmbərimiz Rəbiül Əvvəl ayının 17-sində dünya qudasmışdır. Məhz bu zaman kəsikliyi, yəni bu 5 günlük məsafə, bu tarixi fasilə müsəlmanlar arasında birliyin, qardaşlığın, vəhdətin möhkəmləndirilməsi və məxsusən də məzhəblər arası ixtilafların azaldılması məqsədi ilə Vəhdət həftəsi olaraq bir növ birləşdirici, bir növ bayram kimi Vəhdət həftəsi adı altında cəm olub birləşirik. Vəhdət həftəsinin ən mühüm faydalarından biri bundan ibarətdir ki, birinci Allaha təslim olmalıdır. Yəni bu ki, Allah Qur'an-ı Kərimdə buyurur ki, hamınız Allahın ipindən möhkəm yapışın. Yəni Allahın əmrinə tabi olun, ixtilaf salmayın. İkinci, Vəhdət həftəsinin anlamı bundan ibarətdir ki, parçalanmanın, məzhəblər arası parçalanmanın qarşısını alır. Belə ki, Uca Rəbbimiz Ənfal surəsinin 46-cı ayəsində buyurur ki: وَلَا تَنَازَعُوا فَتَفْشَلُوا وَتَزْهَبَ رِيحُكُمْ. Bir-birinizlə təkişməyin, yoxsa ruhdan düşər və gücsüz olarsınız. Bu ayədən başa düşülür ki, Vəhdət həftəsi bizə bu güc, qüdrəti, bu faydanı bizə verir ki, bu Vəhdət həftəsində müsəlmanlar məzhəblərinin asılı olmayaraq, firqələrinin asılı olmayaraq bir-biri ilə cəm olur və bu birləşməklə, bu vəhdətlə kin və qüdrəti kənara qoyub, davanın kənara qoyub, ilahi bir Peyğəmbər ki, nurdur, ilahi bir nur ətrafında cəm olurlar. Üçüncü, Vəhdət həftəsinin anlamı ondan ibarətdir ki, müminlərin qardaş olmalığına gətirə bizi çıxardır. Belə ki, Uca Rəbbimiz Hucurat surəsinin 10-cu ayəsində buyurur ki, İnnəməl mu'mininə ixvətun. Həqiqətən müminlər qardaşdırlar. Qur'anın bu ayəsinə əsasən məzhəbləri kənara qoymalıqla sırf İslam dini altında, sırf müsəlmançılıq altında hər bir insan bu Vəhdət həftəsində müminlər qardaş olduğu kimi, Vəhdət həftəsində də müminlər bir-biri ilə qardaş kimi yaşamalıdırlar. Dördüncü, Vəhdət həftəsinin anlamı budur ki, ortaq dəyərlər. Ortaq dəyərlərdə məqsəd budur ki, hər bir şəxs İslam adı altında, müsəlman adı altında firqəsindən, təriqətinə asılı olmayaraq, o kəsi ki, onun Peyğəmbəri Hz. Muhammed salawatullahdır, onun qibləsi Kəbə, kitabı Qur'an-ı Kərim, Allah Uca Rəbbimiz olan, aləmi Rəbb olan Allahdırsa, bütün müsəlmanlar bu ilahi nurun ətrafında cəm olmaq məcburiyyətində olmalıdırlar ki, ta İslam düşmənləri bizi bu təfriqə əsnasında ki, əgər müminlər cəm olmasalar, vəhdət yaranmasa müsəlmanlar arasında, İslam düşmənləri bunu qənimət hesab edib, İslama və müsəlmanlara qarşı kin, küdurət və zorakılıq tətbiq edərlər. Bu münasibətlə, Vəhdət həftəsi münasibəti ilə Vəhdət həftəsi bir ilahi nurdur ki, bizim hər birimizi məzhəb və firqələri nəzərə almadan bizi Peyğəmbərimizin nuru ətrafında cəm edib birləşdirir ki, bir-birimizdən ayrı düşməyək. Allah'ın verək, İzzət-i Cəlalı xatir Allah mütəala inşallah bizi Peyğəmbərin nuruna xatir bizi vəhdətimizi inşallah daim eləsin və bizim ağabətimizi xeyir olanlardan qərar versin. Esselamu aleykum və rəhmətullahi və barakatuh.